xoşbəxtlik necə də ali bir hissdir. Xoşbəxtlik duyğudur, hissdir. Xoşbəxtlik qəlblə hiss olunar. Biz xoşbəxt olmaq istəyiriksə, mənəviyyatımızla, mənəviyyatımızın qərar tapdığı könlümüzlə məşğul olmalıyıq. Və modern insan, bəli, deməliyik ki, xoşbəxt deyildir. Modern insan yaxşı yaşayır. Modern insanın həyatı rifahla, zənginliklərlə doludur. Modern insan təhsillidir. Modern insan okeanın dibini öyrənir. Uzaq kainatı öyrənir. Aya enir, amma öz qəlbinə enə bilmir. Qəlbinə enə bilmədiyi üçün o qəlbi ilə məşğul olmur. Qəlblə məşğul olmaq modern insanın gündəlik fəaliyyəti arasında yoxdur.